Salam, hər vaxtınız xeyir xanımlar. Mən bugün sizə Faberlikin başqa firmalardan fərqi nədir, o haqda sizə məlumat verim. İlk öncə onu vurğulayım ki, Faberlikin başqa firmalardan ən birinci fərqi unikal məhsul texnologiyasıdır. Yəni Faberlik oksigenli kosmetika, Aquaftem və Novaftem oksigen kompleks kimi patentli texnologiyalardan istifadə edir. Yəni ki, bu kompleks oksigen molekullarını dərinin dərin qatlarına çatdırmağı hədəfləyir ki, bu da bir çox klassik məhsullarda rast gəlinmir. Yəni bir çox şirkətlərdə bu texnologiyalar yoxdur. İlk öncə özəlliyi budur. İkinci özəlliyi elmi yanaşma və tədqiqat mərkəzinin olmasıdır. Şirkətin öz tədqiqat və inkişaf mərkəzi var. Burada məhsul formulaları yaradılır və təkmilləşdirilir. Bu yalnız satış üçün deyil, yəni satış üçün kosmetika deyil, bir elmi baza ilə dəstəklənən məhsullar yaratmağa kömək edir. Yəni burada məhsullar laboratoriyadan, reseptlə yox, laboratoriyada hazırlanır. Yəni hazır məhsullar deyil. Birbaşa laboratoriyalarda yoxlanılır, tədqiqat olunur, ondan sonra məhsul əgər yararlıdırsa satışa istifadəyə verilir. Sonraki mühüm məqamlar nələrdir? Yəni vacib məqamlardan biri də nədir? Geniş məhsul çeşidi. Yəni Faberlik yalnız üz və bədən kosmetikası istehsal etməklə qalmır. Həm də saç baxımı, parfümeriya, dekorativ kosmetika, sağlamlıq və ev məhsulları, hətta geyim və aksesuarlar da təqdim edir. Belə geniş çeşid bütün rəqiblərdə, yəni eyni səviyyədə olmur. Bu da Faberlikin növbəti bir özəlliyidir. Sonraki məqam nədir? Faberlikin başqa firmalardan fərqləndirən məqam nədir? Burada xüsusilə digər kosmetika və satış şirkətlərindən fərqi düzgün satış strategiyasıdır. Yəni multi-level marketing. Azərbaycan dilində desək, çox səviyyəli satış sistemi. Bu da yalnız Faberlikə deyərdim ki, özəl olan bir şeydir. Və növbəti fərqi nədədir? Faberlikin növbəti fərqi beynəlxalq fəaliyyətidir. Beynəlxalq fəaliyyət nə deməkdir? Bu da o deməkdir ki, şirkət 1997-ci ildən fəaliyyət göstərir və bir çox ölkələrdə, Avropa və Asiyada mövcuddur. Dünyanın top 100 ən böyük satış şirkətləri siyahısına daxildir və beynəlxalq bazarda tanınmış markadır. Yəni xülasə onu deyə bilərəm ki, Faberlikin digər firmalardan fərqi nədir? Unikal patentli kosmetik texnologiyası, elmi tədqiqat yanaşması, geniş məhsul çeşidi və birbaşa satış, yəni biznes imkanı təklif etməsidir. Bu faktorlar Faberlikin məhsul satan adi brendlərdən fərqləndirir. Yəni birbaşa bu faktorlar şirkətin necə bir brend marka olduğunu təsdiq edir.